Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam, əziz izləyicilər. Kredit borcunu ödəməyənlərə vacib xəbər, yeni qaydalar tətbiq oluna bilər və bu minlərlə vətəndaşa təsir edəcək. İstanbulda itkin düşən Azərbaycanlı qadınla bağlı acız son, onun meyitinin tapıldığı bildirilir. Hadisənin detalları araşdırılır. Azərbaycanda son 3 ayda 23 kişinin məişət zorakılığına məruz qalması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bakıda isə 7 şagirdin qoğaldan zəhərlənməsi məktəblərdə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Artıq bununla bağlı rəsmi qərar verilib. Dünyada gərginlik artır. Cable News Network sensasyon iddia ilə çıxış edərək İsrail və Amerika Birləşmiş Ştatların yeni əməliyyata hazırlaşdığını açıqlayıb. Bütün bu hadisələrin təfərrüatları və daha çoxu birazdan. Azərbaycanda bugünə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir. Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur. Ölkəmizdə bank və bank olmayan təşkilatlardan müəyyən vəsait götürməklə qarşısına qoyduğu məqsədi reallaşdıran insanlar çoxdur. Lakin sonradan həmin məbləği ödəməyən və ya ödəyə bilməyən insanların da sayı xeylidir. Ümumiyyələ, problemli kredit anlayışına nələr daxildir? Məcburi icra qaydaları hansı borclulara aid edilir? Həmin şəxsləri hansı aqibət gözləyir? No Comment az xəbər verir ki, mövzu ilə bağlı bizim, mediaya danışan hüquqşünas Əkrəm Həsənov kredit dedikdə yalnız müəyyən müddətə götürülən borc başa düşüldüyünü deyib. Yəni banklardan, bank olmayan təşkilatlarından, lombardlardan, ticarət şəbəkələrindən alınan nisyə mallardan söhbət gedir. Amma icra məmurlarının apardığı və məhkəmələrdə baxılan borc işlərinə problemli kreditlərdən əlavə alimentlər də daxildir. Çünki bu da borcdur. Bu mənada bura aidliyi var. Onun da ödənilməsi mexanizmi eynidir. Məhkəmə üçün, icra məmuru üçün fərqi yoxdur ki, vətəndaş kredit götürüb qaytarmır. Yoxsa valideyn aliment ödəmir. Ekspert bildirib ki, qanunla borcu ödəməyənə qarşı heç bir tədbir görülə bilməz. Qanun deyir ki, əgər insanın imkanı yoxdursa, ona qarşı heç bir tədbir görmək olmaz. Bizdə isə həbs olunacağını deyirlər, ölkədən çıxışına qadağa qoyurlar, hətta bəzən cərimə edirlər. İnsanın borcunu ödəməyə pulu yoxdur, məhkəmə hələ onu əlavə olaraq cərimə edir. Bu məsələlərin həlli yolu eynidir, pulu varsa ödəyir, yoxdursa ödəyə bilmir və buna qarşı görülən bütün tədbirlər qanunsuzdur. İstanbulda Kadıköydən Beşiktaşa hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məğfurə Hüseynovanın meyiti tapılıb. Oxu.az az xəbər verir ki, bu barədə Sabah nəşri məlumat yayıb. Bildirilib ki, hadisə mayın 2-sində baş verib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra onun meyiti Haydarpaşa yaxınlığında dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik kameralarının qeydlərini araşdıran qurumlar onun Kadıköydəki turniketdən keçərək gəmiyə mindiyini, lakin Beşiktaşda sahilə çıxan sərnişinlərin arasında olmadığını müəyyənləşdirib. Məlumat daxil olduqdan dərhal sonra dənizdə axtarış xilasetmə əməliyyatına başlanılıb. Həmin görüntülər itkin düşən qadının qızı Nigar Yusifliyə də təqdim olunub. Ney Yusifli kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Faktla bağlı araşdırmalara başlanılıb. ...2026-cı ilin ilk rübü yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, OQU-BTK-ya məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub. Oxu.az xəbər verir ki, bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib. Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub.
Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub. Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, 1 fakt isə cinsi zorakılıqla bağlı olub. Qeyd olunmalıdır ki, bu rəqəmlər komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyətli dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib təsdiqlənmədiyi müəyyən edilir, deyə rəsmi məlumatda vurğulanıb. Komitədən verilən məlumata görə, coğrafi bölgülə əsasən müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi iddiası ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Oxu Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli yoluxucu uşaq xəstəlikləri xəstəxanasına yerləşdirilən şagirdlərə dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib. Eyni zamanda Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Ləzzət unlu qənnadi məmulatlarının istehsalı müəssisəsində plandan-kənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb. Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq, E. coli, enterobakteriya və stafilokok aşkarlanıb. Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib. İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir. Oxu Az xəbər verir ki, bu barədə CNN telekanalı İsrail mənbəsinə istinadən məlumat yayıb. Eyni zamanda bir neçə İsrail rəsmisi də Channel 12 telekanalına bildirib ki, Təl-Əviv mövcud atəşkəsin mümkün pozulmasına hazırlaşır. CNN-in mənbəsi qeyd edir ki, İsrail tərəfi Vaşinqtonla fəal koordinasiya aparır. Çünki Hörmüz boğazındakı vəziyyətin İranla əldə olunan atəşkəs rejimini təhlükə altına aldığını düşünür. İsrailin təhlükəsizlik xidmətlərindəki mənbə isə Channel 12-yə açıqlamasında bildirib ki, əgər Tehran Hörmüz boğazından keçid üçün mübarizə aparmaq qərarına gəlsə, bu hərbi əməliyyatların yenidən başlaması demək olacaq. Telekanal aydınlaşdırır ki, bu koordinasiya yeni zərbələr seriyasına hazırlığı ehtiva edir. Mənbənin sözlərinə görə əsas hədəflər enerji infrastrukturu obyektləri olacaq. Həmçinin yüksək rütbəli İran rəsmilərinin zərərsizləşdirilməsi məqsədi ilə hücumların həyata keçiriləcəyi bildirilir.